Şaban hansı aydan əvvəlki aydır? Ramazandan əvvəlki aydır. Allahın rəhmətinin, məğfirətinin bol-bol yağdığı bir ay gəlir Ramazan ayı. Rəhmət qaplarının açıldığı bir ay gəlir. Bizim əbədi düşmənimiz olan ki, Allah Subhanahu taala Quran-ı Kərimdə dəfələrlə bizə deyir ki, "İnnehu lekum aduvun mubin." İnnehu lil insani aduvun mubin ki, insan üçün açıq-aşkar düşməndir, sizin açıq-aşkar düşməninizdir. Açıq-aşkara özdə. Bu şeytanlar Ramazan ayında zəncirə vurulur bilirsiniz. Yəni Allah Subhanahu taala bizə rahat ibadət edəcəyimiz bir mühit də yaradır. Şaban ayı isə bu mühitə hazırlıq dönəmidir qardaşlar. Biz bu ayı, Şaban ayını qafil olaraq keçirməməliyik. Əksinə bu aydan daha çox faydalanmağa çalışmalıyıq. Özümüzü Ramazana mənən hazırlamaq və Ramazanı həqiqi mənada qarşılamağa, onunla görüşə hazır olmağa çalışmalıyıq. Yəni Quran-ı Kərimin nazil olduğu bir ay gəlir. İçində 1000 aydan daha xeyirli bir gecə olan bir ay gəlir. Bağışlanma ayı gəlir və Allah-u Teala'nın xüsusi bir qapı, cənnətdə xüsusi bir qapı ayırıb, Rəyyan qapısı var ki, oradan sırf lissaimin deyir Allah Resulü, sırf savun tutan, yəni oruç tutanların girəcəyi bir qapıdır. Bu möhtəşəm bir neymətdir qardaşlar. Onun üçün çalışmaq lazımdır ki, bu ayı, Şaban ayını gözəl şəkildə keçirək, bu aydan qafil olmayaq, daha çox ibadətlə məşğul olaq və özümüzü həm cismən, həm ruhən, həm hər şeyimizlə Ramazana kökləyək. Yəni, modern dildə fokuslayaq ki, daha rahat Ramazanda ibadət edə bilək. Allah-u Teala hər birimizə bu ayı gözəl bir şəkildə yaşamağı və Ramazana da sağlam, səhhətli və ən əlxüsus imanlı bir şəkildə yetişməyi nəsib eləsin.